torpaq alarkən biz nələrə diqqət eləməliyik mövzusunu qoymuşuq ortaya və dinləyicimizin zəngi var. Deyəsən, alo demək istəyirik. Alo, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Buyurun, eşidirik sizi. Adınız necə oldu? Elgün bəy. Elgün bəy, buyurun. Hı-hı. Varmı hər hansı bir sualınız fərz edin? Yəni əlavə etmək üçün, daha dəqiqləşdirmək üçün? Ehtiyat fonda yəni heç bir tikili tikilə bilməz. Qısa həll yol yaxın olun mikrofona. Aha. Qısa bir həll yolu deyirəm ki, həmin bu çıxarış texniki pasport sürətləri müvafiq qaydada icra hakimiyyətinə, hansı o torpaq sahəsi harda qeydiyyatdadırsa, oranın icra hakimiyyətinə müraciət edilməlidir. Yəni kateqoriyası dəyişməlidir, düzdür? Bəli. Torpağı dövlətdə, bələdiyyədə olur, deyəsən. Yox, ehtiyat fondu yəni ki, sadəcə o dövlətə aid olur. Həmin o dəyişilməlidir yaşayış üçün. Onu da ancaq yəni icraya müraciət etmək lazımdır. Bəli. Yəni bax belə, hər halda dinləyicimizin digər sualı yox idi və cavablandıra bildiniz təbii ki bunu. 055 203 1103 WhatsApp nömrəmiz də dinləyicilər, siz də suallarınızı ünvanlaya bilərsiniz. Hələ öz suallarımız qalıb, bax görürsünüz nə qədər zənglərimiz var. Ulduz 8103 nömrəsi açıqdır. Ulduz 8103 nömrəsi açıqdır, əziz dinləyicilər, siz də yazın.